Azərbaycanın əmək bazarında vətəndaşların aldıqları maaş fərqləri tez-tez müzakirə mövzusu olur. Bəzi sahələrdə əmək haqqı kifayət qədər yüksək olsa da, bəzi sahələrdə bu göstərici aşağıdır. Bu məsələdə fikirlər haçalanır. Bilik və təcrübəsi, savadı və bacarığı olan insanların yüksək əmək haqqı almasını təbii hesab edənlərlə yanaşı, əmək haqqları arasında böyük fərqin olmasını qəbul etməyənlər də var. Amma reallıq budur ki, əmək haqqları ilə bağlı hər kəsin özünün hədəfi mövcuddur. Mən proqramistəm. Bizdə işləm öz şirkətimdir. Yəni burada əmək haqqı almıram, belə deyim. Amma proqramlaşdırma sahəsində aydın məsələdir ki, dünyada qiymətlər bizdən qat-qat yüksəkdir. İxtisasım riyaziyyat müəllimliyi idi. Hal-hazırda riyaziyyat və məntiqdən dərs deyirəm. Amma düşünürəm ki, düzdür, yaşım az ola bilər, amma belə deyək də, irəlidə daha yüksək maaşla çalışa biləcəyimi düşünürəm, bəli. Daha azdır, daha yüksək ola bilər, bəli. Əmək haqqı demək olar orta səviyyədədir. Bir qədər də artırsa daha yaxşı olar əmək haqqı. Mütəxəssislər hesab edir ki, əmək haqqının formalaşması işçinin təcrübəsi, səriştəsi ilə yanaşı, əmək bazarında həmin işçiyə olan tələbatdan daha çox asılıdır. Dövlət büdcəsinə maliyyələşən müəssisələrdə əmək haqqı işçilərin əməyinə ödənilməsindən vahid tarif cədvəli əsasında Nazirlər Kabinetinin qərarı əsasında müəyyən olunur. Özəl müəssisələrdə isə əmək haqqı işçinin yerini yetirdiyi işlərin dairəsinə, işin mürəkkəbliyinə və s. bu kimi xüsusiyyətlərə uyğun olaraq müəssisə rəhbərliyi tərəfindən ixtisas cədvəli əsasında müəyyən olunur. Yəni ola bilər ki, məsələn deyək ki, özəl müəssisədir, bir müəssisədə çalışan mühasib 800 manat, 1000 manat əmək haqqı alsın, digər müəssisədə həmin vəzifə üçün təklif olunan əmək haqqı 1500-2000 manat həddində olsun. Eyni vəzifə, eyni müəssisə, fərqli maaş. Məhz buna görə əmək haqqının standartlaşdırılması əvəzinə bazar əsaslı yanaşma üstünlük təşkil edir. Yəni əmək haqqının formalaşmasında həmin şəxsin bacarığı xüsusi rol oynayır. Bu, Əmək Məcəlləsinin 16-cı maddəsində də öz əksini tapıb. Həmin maddədə müəyyən olunur ki, işçilərə əmək münasibətləri prosesində dininə, irqinə, yaşına, cinsinə və s. kimi xüsusiyyətlərinə görə ayrı-seçkilik olunması qanuna qadağandır. Yəni bir işçi müəssisədə çalışır, iki işçi müəssisədə çalışır, eyni işi görürlər, amma biri məsələn 500 manat maaş alır, biri 1500 manat maaş alır. Amma burada bir istisna var ki, peşəkarlıq xüsusiyyətləri istisna olmalı. Yəni işçilər arasında fərq yalnız qoyula bilər peşəkarlıq xüsusiyyətlərinə görə. Peşəkarlıq xüsusiyyətləri xaricində digər əlamətlərinə görə deməli işçilər arasında fərq qoyulması qanunvericiliyə uyğun deyil. İqtisadiyyatın strukturu və inkişaf səviyyəsi ölkədə əmək haqqı fondunun necə formalaşmasına birbaşa təsir edir. Yüksək texnologiyalı, innovativ sahələrin zəif inkişafı da bəzən əmək bazarında balanssızlıq yaradır və bu da maaş fərqlərinin dərinləşməsinə səbəb olur. İqtisadiyyatın strukturundakı vəziyyət birbaşa olaraq əmək haqqı fondunun bölgüsünə təsirlər göstərir. Əgər iqtisadiyyat çox şaxəlilik baxımından, yüksək texnoloji tutumlu sahələrin inkişafı nöqteyi nəzərdən müvafiq problemlərlə üzləşirsə, bu əmək haqqı fondunun formalaşmasında, onun bölgüsündə birbaşa təsirlərini göstərmiş olur. Minimum əmək haqqının artması yalnız işçilərin həyat şəraitini yaxşılaşdırmır, həm də əmək bazarında ümumi tənzimləmələrə təsir edir. Bu artım həm dövlət, həm də özəl sektorda çalışanların gəlir səviyyəsini artıraraq iqtisadiyyatda müsbət bir dəyişiklik yaradıb. Minimum əmək haqqının artırılması ilə əlaqədar olaraq vahid tarif cədvəlində də müvafiq dəyişikliklər icra edilmiş, 19 pillədən ibarət olmaqla vahid tarif cədvəlində əmək haqqlarının artırılmasına nail olunmuşdur. Bununla da təkcə minimum əmək haqqı qədər əmək haqqı alanlar deyil, həmçinin dövlət və özəl sektordan 700 min işçini əhatə edən əmək haqqlarında yüksəlişlər qeydə alınmışdır. 2025-ci ilin yanvar-fevral aylarına olan rəsmi statistikaya əsasən, ölkə üzrə orta aylıq nominal əmək haqqı 1043 manat təşkil edib. Lakin bu rəqəm sektorlar üzrə ciddi fərqlərlə müşahidə olunur. Ən yüksək əmək haqqı mədən çıxarma sənayesində qeydə alınıb 3444 manat. Onu 1897 manatla informasiya və rabitə sektoru izləyir. Ən aşağı əmək haqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Cəmi 642 manat. Dövlət və qeyri-dövlət müəssisələri arasında da fərq nəzərə çarpacaq dərəcədədir. Məsələn, digər sahələrdə xidmətlər üzrə əmək haqqı dövlət qurumlarında 1575 manat, qeyri-dövlət müəssisələrində isə 1156 manat olub.